Azərbaycanda təxminən 2500-ədək tibb məntəqəsi mövcuddur və onların 43%-i tam yararsız vəziyyətdədir. Bu, əsasən kənd yerlərindəki məntəqələrə aiddir. Bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, hazırda kənd məntəqələrində xidmət göstərmək üçün azı 1500 həkimə ehtiyac var. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə bir neçə görüşümüz olub. Nazirlik tərəfindən bu çatışmazlığın aradan qaldırılması istiqamətində müəyyən təklif və həll yolları var. Regionların sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində 2027-2030-cu illərdə tibb məntəqələrinin təmiri mərhələli şəkildə həll olunacaq. Pilot layihə olaraq isə Bərdə rayonu seçilib. Bərdə yeganə rayondur ki, hazırda bütün kəndlərdə həkim təminatı mövcuddur. Bu səbəbdən ilin sonuna qədər bütün tibb məntəqələrinin yenidən qurulması planlaşdırılır deyə Zaur Əliyev bildirib. Səhiyyə naziri Teymur Musayev isə deyib ki, səhiyyə sahəsində kadr çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyi təbib və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birlikdə müzakirələr keçirib və layihə hazırlanıb. Təklifimiz Azərbaycan Tibb Universitetinə və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilib. Bu, baza təhsili almış və bir il ərzində xüsusi təhsil almış ailə həkimləri ilə bağlıdır. Bu, məsələnin akademik tərəfidir. Digər tərəfi isə onların sosial müavinətləridir. Yəni, onlar üçün regionlara getmək məsələsi cəlbedici olmalıdır. Bu məsələ ilə bağlı layihə hazırlanıb. Düşünürəm ki, növbəti 2 ildə ilkin səhiyyə xidmətlərində əsaslı dönüşü görəcəyik deyə nazir əlavə edib.